Azərbaycan Texnologiya Universitetinin gənc tədqiqatçı və tələbələrindən ibarət komanda ilkə imza atıb. Onların süni intellekt əsaslı tam yerli imkanlarla hazırladığı ağıllı elektrik avtomobil ictimaiyyətə təqdim olunub. Biz istədik ki, ölkəmizdə ilk dəfə batareya, yəni günəş batareyasını, alternativ enerjini işləyən və akkumulatoru, batareya sistemi, kodlaşması sistemi, səslə idarə edilməsi, kontrolları, pultla idarə edilməsi olan bir avtomobil yaratmaqdır. Bilirsiniz, müasir dünya yaşıl enerji dünyasıdır və artıq daxili yanma mühərrikləri ildən ilə azalmağa başlayır, xüsusən istehsalı. Məqsəd bu avtomobilin MVP-sini təqdim edərək biz bunu daha da gələcəkdə genişləndirib, kargo sistemləri, yəni xüsusən daşıma funksiyası olan sistemləri təchiz edib dövlətimizə, vətənimizə bir məhsul təqdim etmək. Maşında ümumiyyətcə həm lidar sistemi olacaq, həm səs komandaları da olacaq, pultdan da idarə olunacaq və GPS sistemi olunacaq. Bu, kargo üçün ən əlverişli maşınlardan birisi olacaq. Hal-hazırda gördüyünüz kimi bunun həm boyu 1.20-dir, həm kodlaşdırma tərəfi Arduino tərəfindən yığılıb, SketchUp tərəfindən yığılıb, səs komandaları vasitəsilə, məsəl üçün, verə bilərik, səs komandası məsəl üçün verə bilərik, gəl yanıma, həmin vaxt gələcək yanımıza. Maneə sistemi, məsəl üçün, mən dayanmışam qabağında, o həmin maneəni çözüb və istiqamətini dəyişəcək. Biz indi hal-hazırda bu maşını yığmışıq C++ koduna. Ondan da başqa offline rejimdə işləyiblər və bir də onun onlayn sistemi ilə ses sensoru ilə biz qoşa bilirik. Dala, qabağa, sola, sağa. Və o cürdə o gedib bilər. Offline rejimində o özü artıq onu başa düşərkən manevrlar eləyə bilər və çıxıb bilər çətinliklə. Ona baxmayaraq biz o kodda yığan zaman onun voltu, amperini verəndə və sürətini necə ölçmək onun normasından çox verdik və hal-hazırda o 750 voltla hələ işləyir. Qeyd edək ki, avtomobil 120 kiloqrama qədər yükü hərəkətə gətirə bilir.